Artık bizim Heydər Məscidində sizlerle birlikte vəhdət yolumuz demək olar ki 10 ili tamamlayır. Her ne kadar biz bu mövzularda xütbələr etsək də, yaxud müəyyən zamanlarda xütbələrimizin içerisinde ana xəttimiz, hədəfimiz, qayəmiz vəhdət olduğu için bu mövzulara toxunsaq da, amma yenə də zərurət yaranır ki, bu mövzularda biz sizinle söhbət aparaq. Vəhdət nədir? Vəhdət birlikdir, qardaşlıqdır, sevgidir, şəfqətdir, mərhəmətdir. Allah yolunda ayıq da olsaq, yuxuda da olsaq, gecə də olsaq, gündüz də olsa ona doğru yol almaqdır. Hansı halda Müslüman halında, hansı halda mümin halında, hansı halda Allah'a, onun Resuluna, Əhl-i Beytinə, əshabına sevgi və məhəbbət duyulacaq bir halda Müslümanlar vəhdət edərək bir yumruq kimi cemaat şəklində Allah'a doğru üst tutarlar. Bu günümüzün mü tələbidir, bu bizim mi istəyimizdir, yoxsa bu istək, bu tələb aləmlərin Rəbbi olan uca Allah'ın mı əmridir? Təbii ki, bizim vəhdətimizi, birliyimizi Allah istəyir. Bir şey ki bizden Allah istəyir, bize düşen Allah'ın əmirlərinə gözəl şəkildə qəlbimiz və ruhumuzla iman gətirmək və əməllərimizlə şəkkə və şübhəyə düşmədən doğru yolda olduğumuzu təsdiq etməkdir. Uca Rəbbimiz Qur'an-ı Kərimin bir ayəsində belə buyurur. Hamılıkla Allah'ın ipine möhkəm sarılın ve heç vaxt ayrılmayın. Ne möhtəşəm sözdür, kəlamdır, ayədir ki, Rabbimiz sanki bugün ümmetin halını, Müslümanların, müminlerin halını görür ve kıyamete kadar hükmü aradan gitmeyecek kitabında buyurur ki, ey Müslümanlar, ey müminler, hamılıkla, bütövlükte Allah'ın ipi olan Kur'an'dan möhkəm yapışın. Bölünmeyin, parçalanmayın. Allah'ın size verdiği nimetini hatırlayın ki, siz birbirinize düşman iken, o sizin kalplerinizi İslam ile birleştirdi. Ve onun nimeti sayesinde birbirinizle kardeş oldunuz. Siz ondan ibaret bir uçurumun kenarında iken, o sizi oradan xilas etti. Allah öz ayelerini sizin için bu şekilde aydınlaştırır ki, hak yola yönelmiş olasınız.